İrana hücum ediləcək, Bakı indidən hazırlaşmalıdır. İran və Birləşmiş Ştatlar İsrail arasında müharibə ehtimalı hazırda çox yüksək səviyyədədir və bu müharibənin Azərbaycan üçün çox ciddi təsirləri ola bilər. Bu sözləri Axaraza Rusiyalı politoloq Sergey Markov deyib. Onun sözlərinə görə birinci ən böyük çətinlik qaçqınlarla bağlıdır. Azərbaycan kütləvi qaçqın axınına hazırlaşmalıdır. Bu cür təhdidlər sərt variant, sərhədlərin möhkəm bağlanması və heç kimin buraxılmaması ya da yumşaq variant uşaqlarla qadınların və ya bütün qaçqınların buraxılması ola bilər. Aydındır ki, humanitar səbəblərə görə hər hansı bir qaçqından imtina etmək çətindir, lakin digər tərəfdən bu qaçqınların yerləşdirilməsi, qidalanması və sairə çətinliklər var. Azərbaycanın Rusiya, Qazaxıstan, Belarus, Özbəkistan kimi dostları İrandan qaçqın axını zamanı Azərbaycana kömək eləyə bilər və indi bu ölkələrlə qaçqın axını halında mümkün sürətli yardım üçün danışıqlar aparmaq daha məqsədə uyğundur. Bəlkə də indi qaçqın düşərgələri üçün qida ehtiyatları, çadırlar hazırlanaraq qaçqınların yerləşdirildiyi yerlərdə təhlükəsizliyi təmin edə biləcək xüsusi polis qrupları hazırlamaq daha yaxşı olardı. İkinci çətinlik İranın müharibədən sonraki problemlərinin həlli məsələsidir. Birləşmiş Ştatlar və İsrail İranı payıza qədər bölmək istəklərini qətiyyən gizlətmirlər. İran etnik qruplara, farslara, kürdlərə və azərbaycanlılara bölünə bilər. Azərbaycan İran dağıldığı və Cənubi Azərbaycan formalaşdığı təqdirdə nə edəcəyini müəyyən etməlidir. Azərbaycanla birləşmə nəzəri cəhətdən mümkündür, lakin praktikada bu son dərəcə İslamlaşmış əhalinin hazırki dünyəvi tərəqqiyə doğru gedən Azərbaycanı udacağı deməkdir və ciddi təhlükədir. Cənubi Azərbaycanın onun dövlət institutlarının formalaşmasına kömək etmək daha məqsədə uyğun olardı. Buna ciddi ehtiyac yaranacaq və Cənubi Azərbaycanın dövlətçiliyi Azərbaycan və Azərbaycanın Rusiya, Qazaxıstan və Belarus kimi dostlarının iştirakı ilə qurulsa daha yaxşı olardı. Elə bir vəziyyət yarana bilər ki, Güney Azərbaycanın dövlətçiliyi Azərbaycana mənfi münasibət bəsləyən bəzi şəxslər tərəfindən qurulsun. Bunun qarşısı alınmalıdır. Bu çətin bir problemdir və ümumiyyətlə indi bu barədə düşünmək lazımdır. Hesab edirəm ki, bu vəziyyətin necə inkişaf edəcəyi ilə bağlı indidən bəzi məsləhətləşmələr aparılmalıdır.